Hanımlar ve canavlar, Tanrı sizi bərxudar ve bəxtiyar eyləsin. Mən buradan təşəkkür eləyirəm Qənimət bəy Zahidə. Araşdırdı, nöqtəsini də qoydu, peçatını da qoydu, subutdan, faktdan, məntiqdən. Ay qardaşlar, bacılar, sən demə, İlham Əliyevin qızı Hacı deyləri güya nəvəsidir. Nəvəsidir, niyə Əli kimi, Mikail kimi, onun da familiyası Ağalarov deyil? Niyə İlham Əliyev? O, Əminənin familiyası Əliyev adı. Niyə? Hər neysə, əzəm vətənlərim, İtaliyada yarış olubdu. Bizim balaca fidanlarımız orada qızıl medalda alıblar. Onları aeroportda qarşılayan olmayıbdı. Heç kim qarşılamayıb, analar ata taksini avtobusdan aparıblar qızıl medal alanları. Ancaq yarışda iştirak eləməyən, sadəcə yarışlarda belə bir sistem var da, dünya çempionatlarında, yarışlarda belə bir sistem var ki, liboy bir adam 100 min, 500 min, 1 milyon qarşılığında tatamiyə çıxır, başka bir adama məğlub olur, pul qarşılığında məğlub olur da. Yani reyting, həvəsləndirici, buna şey deyirlər də, oyun deyirlər, həvəsləndirici oyun. Bax, İlham Əliyevin qızı Əminə, hansısa bir idmancı tapıblar belə görkəmli, puldan basıblar, həvəsləndirici şəkildə yumruq sadatıb İlhamın qızı qalib olubdu, güya qalib olub, həqiqətən o tatamidə qalib olub, amma dünya çempionatının qalibi olmayıbdı. Hamınız İngilis dilini bilirsiniz, yenə deyirəm. Yazın, İlham dünya çempionatında Əminə İlhamın qızı iştirak etməyibdi. Sadəcə Liboy icra başçısının balası da var, Liboy mənim qızım da. Pulum varsa 50 min verə bilərəm. Elə çempionatlarda ringə çıxardaram, hansısa tanınmış bir idmançı ilə. Mənim qızıma məğlub olar və mən də deyərəm dünya çempionatıdır. Eləmi? Mən İlham kimi uğraş deyiləm axı. Neyse, ay qardaşlar, Qənimət bəy nöqtəsini qoydu. Təşəkkür eləyirəm. İlhamın qızı dünya çempionatında iştirak eləməyib. Dünya çempionu olmayıb. Sadəcə çempionatda iştirak eləyən birinlə tatamiyə çıxardıblar yarışın o tənəffüs vaxtında. Vəssalam. O da pul qarşılığında məğlub olub, İlhamın qızı dünya çempionu kimi Azərbaycana gəlib. Mən dedim, düşündüm, dünya bu qədər uğraş olmaz. Bu qədər dünya federasiyaları, bu qədər dünya kubokları, idmançılar bu qədər şərəfsiz olmaz. Və nəhayət Qənimət bəy nöqtəsini qoydu. İlhamın qızı çempion olmayıb. Əsl çempionlar aeroportda iş qarşılayan olmayıb. Avtobusdan gediblər evlərinə. İlhamın qızına gül çiçəkdən sadəcə birisi nədir? İlham Əliyev. Üzünə sənin, sən kişi döysən. Barmaqdan əmələ gələnsən.